Hər kəsə salam. Bugün 3-cü qruplar üzrə keçirilmiş, blok imtahanda istifadə edilmiş bir test tapşırığının izahına baxaq. Hansı cümlələrin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən söz var? Yəni, qrammatik məna dedikdə nə nəzərdə tutulur? Hansı nitq hissəsinə sözün hansı nitq hissəsinə mənsub olması, eləmi? Yəni, müxtəlif cür yəni müxtəlif nitq hissələri kimi düşünə bilərik, onları seçməliyik və durğu işarələri buraxılıb. Baxaq, birinci, nə maraqlıdır? Məsələn, sual verirəm ki, nə maraqlıdır? Məsəl üçün, oxumağa nə maraqlıdır? Sual verirəm də elə. Burada əvəzlik kimi düşünürəm. Bir də deyirəm ki, bu kitab nə maraqlıdır? Yəni, necə maraqlıdır? Burada da ədat kimi düşünə bilirəm. Necə ilə əvəzləyib? Deməli, biri götürürəm. Nəyi həm əvəzləyib, həm də ədat kimi düşünə bildim. İkincidə, nə yaxşı insandır? Necə yaxşı insandır? Necə ilə əvəzləyib, yalnız ədat kimi düşünürəm. Qüvvətləndirməyə xidmət edən, yəni mənanı qüvvətləndirməyə xidmət edən ədat kimi düşündüm. Burada əvəzlik kimi düşünə bilmirəm deyə 2-ni çıxdım. 3də, yəni 3-cü. Ancaq sən bu suala cavab vermədin. Baxın, deyirəm ki, yalnız sən, yəni tək sən bu suala cavab vermədin. Burada yerinə tək yalnız qoyduqda ədat kimi düşünürəm. Bir də deyirəm ki, dərsi öyrənməyinə baxmayaraq, ancaq sən bu suala cavab vermədin. Yəni, dərsi öyrənməyinə baxmayaraq, amma lakin sən bu suala cavab vermədin. Burada da ancaq həm bağlayıcı olur, həm də ədat olur. Deməli, 3-ü də götürürəm. 4-cü, elə oturmuşdu ki, narahat olmağa başladıq. Elə, baxın, deyirəm ki, məsəl üçün, elə tərzdə oturmuşdu ki, narahat olmağa başladıq. Elə, burada olacaq, necə oturmuşdu? Suala cavab verəndə elə belə, bütün hallarda əvəzlik olur. Burada olur əvəzlik. Bir də deyirəm ki, elə gəlib oturmuşdu ki, narahat olmağa başladıq. Yəni, təzəcə oturmuşdu ki, narahat olmağa başladıq. Burada da mənanı qüvvətləndirən, daha doğrusu, mənanı dəqiqləşdirən ədat kimi düşündüm. Eləmi? Mənanı dəqiqləşdirən ədat kimi. Deməli, burada da həm əvəzli, həm ədat kimi düşünürəm. Və 5də, bizdən sonra danışar. Məsələn, deyirəm ki, o dərsi bizdən sonra danışar. İkisi birlikdə bir suala cavab verir də. Nə vaxt, nə zaman? Bizdən sonra. Bir dəfə qoşma kimi düşündüm. Dandən çıxışlı hala qoşulmuş. Bir dəfə də deyirəm ki, bizdən sonra danışar. Yəni, bizim haqqımızda sonra danışar. Burada da düşündüm, nə kimi? Zərf kimi. 5-i də götürürəm və 6. Bu hadisə yaydan əvvəl baş vermişdi. Baxın, ikisi birlikdə bir suala cavab verib. Nə vaxt, nə zaman? Yaydan əvvəl. Burada əvvəl sözü qoşma olur. Çıxışlı hala qoşulmuş, qoşma. Bu qədər. Ümid edirəm ki, bir faydası toxunar. Hər birinizə uğurlar.